Gədəbəydə qətl hadisəsi qeydə alınıb. Rayon sakini 37 yaşlı Rəşad İlyasov bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılsa da onun həyatını xilas etməyi mümkün olmayıb. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə onun atası 59 yaşlı İlqar İlyasov şübhəli şəxs qismində saxlanılıb. Daha bir hadisə noyabrın 16-sında saat 8 radələrində Oğuz rayonunun Bayan kəndində baş verib. 47 yaşlı Zahidə Qəhrəmanova kəsici alətlə qətlə yetirilib. Hadisəni törətməkdə şübhəli bilinən qadının oğlu 15 yaşlı polis tərəfindən saxlanılıb. Faktlar üzrə araşdırma aparılır.